Salam hörmətli 10-cu siniflər. Mən Riyan Hüseyn Əsədov. Bugün sizlər üçün OTK buraxılış bir sınağının izahını verəcəm. Sınağa baxmazdan əvvəl kanalımıza abunə olmağı unutmayın. Kanalımıza abunə olun ki, hər sınaq imtahanın izahlarını izləyə biləsiniz. Onlayn dərslərimiz 10-11-ci siniflər üçün mövcuddur. Onlayn dərslərimizə qoşulanlar 051 648 5407 nömrəsinə yazıb ətraflı məlumat ala bilərlər. Əyani hazırlıqlarımız Gəncə şəhərindədir. Başlayaq suallarımıza. Deməli, 31 nömrəli tapşırıqda deyir Həsən, Yusif, Kamil. Həsən, Yusif və Kamil 24 ədəd qələmi öz aralarında uyğun olaraq x, 3x, 2x nisbətində böldülər. Yusifin qələmlərinin sayı Həsənin qələmlərinin sayından nə qədər çoxdur? 24 dənədir. Buradan 6x'imiz oldu 24, x'imiz oldu 4. Həsəndə oldu 4, Yusifdə oldu 12, Kamildə oldu 8. Bizə deyir Yusifin qələmlərinin sayı 12, Həsənin qələmlərinin sayından neçə ədəd çox olar? 8 ədəd. 32 nömrəli tapşırıqda B çoxluğu M sayda elementi olan A çoxluğunun alt çoxluğudur. Yəni NA M-ə bərabərdir. B A-nın alt çoxluğudur. B A-nın alt çoxluğudur. B çoxluğunun deyir doğru ifadələri göstərin. B çoxluğunun ən çoxu M-1 sayda elementi olar bilər. Xeyr, bu yanlışdır. Çünki B A-nın alt çoxluğudursa bunlar bərabər çoxluqlar da ola bilər. Yəni MB NA-ya bərabər də ola bilər. Bərabər çoxluqlar ola bilər. Yəni B-də də M sayda elementi ola bilər. Bu yanlışdır. Birləşməsi M-ə bərabərdir. Doğrudur. Alt çoxluqların birləşməsi böyük çoxluq. Yəni A çoxluğunun elementlərinə bərabərdir. Bu 2 doğrudur. NA fərq B-nin ən kiçik qiyməti 0-a bərabərdir. Bəli, bu da doğrudur. Çünki bunlar bərabər çoxluq olanda bunların fərqi 0-a bərabər olur. Cavab oldu 2 və 3. Y variantı. 33 nömrəli tapşırıqda əbob A 3A, əkob A 5A, üstə gəlinsin A üstə gəl əbob A 2A. Ədədlərin biri digərinə bölünərsə əbob kiçik idi adı, əkob böyük idi 5A-dır. Burada da əbobdur adı. 6A yuxarıda elədi, 2A aşağıda elədi. O da elədi 3. 34 nömrəli tapşırığa baxaq. 3-ə qalıqsız bölünür. A-nın hansı ən kiçik qiymətində? 3-ə bölünmə əlaməti bilirik ki, 2A plus 15 rəqəmlər cəmi 3-ə bölünməlidir. A 0 ola bilməz. Çünki 0-lı ədəd başlamır. Üzərində xətt olduğuna görə bu ədəd, yəni 5 rəqəmli ədəd olduğuna görə A birinci yerdə gəldiyinə görə 0 ola bilməz. A 1 olsa bölünmür, 2 olsa bölünmür, 3 olsa bölünür. Ən kiçik qiyməti 3-dür. Dərəcə ölçüləri tam ədədlərlə ifadə olunan alfa və beta bucaqları uyğun tərəfi perpendikulyar olan bucaqlardır. Bilirik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlarda 2 hal var. Alfa plus beta 180'dir. Nisbətinin ən böyük qiymətini soruşduğuna görə bizdən alfanı mən 1 götürə bilərəm, betanı 179. Kəsir ən böyük olması üçün məxrəci ən kiçik, sürət ən böyük olmalıdır. Ona görə də oldu 179. Kəmiyyət A kvadrat ilə düz, məsələn M-dir, A kvadrat ilə düz, B ilə tərsdir. Məsələn, K vurulsun A kvadrat ilə düz, K burada deməli B kvadrat ilə tərsdir. Bu şəkildə yaza bilərik. Deyir, A-nı 4 dəfə artırsaq, A-nı 4 dəfə artırsaq olur. Deməli 16 4A-nın yəni kvadratı bölünsün. B-ni 2 dəfə azaltsaq, B bölü 2 K vurulsun. Burada da 2 yuxarı qalxacaq. K vurulsun. Deməli 32 A kvadrat bölünsün B. Kəsirin qiyməti sürətlə düz mütənasib olduğuna görə 32 dəfə artar. 37-də alfanı 3 beta götürsək, bura betadırsa, burada betadır. Çarpaz bucaqlardır, daxili çarpaz.
Və alfa ilə beta qonşu olduğuna görə 4 betamız 180'dir. Betamız 45'dir. Bizdən də alfanı soruşur. Alfamız oldu 3 beta, yəni 135. Paraleldirsə bunlar bir tərəfli bucaqlardır. 5K üstə gəlinsin 7K'mız 180'dir. K'mız 15 tapırıq. Beta minus alfanı soruşur. O da 2K'dır. Elədir 30 dərəcə. Variant oldu A variantı. ABS müsbət ədədləri üçün 4'a bərabər 5, B bərabər 6 ək op. 4, 5, 6 tapırıq. 4'ə 5'ə 20, 20'yə 6'ya 60. Müqayim müsbət ədədlərdirsə 60'ı 4'ə bölsək 15K eləyir. Bunu 15 götürsəm, bunu 12 götürsəm, bu da 10 eləyir. Ən böyüyü A'dır, B'dir, sonra C'dir. A, B, C. 40 nömrəli tapşırıqda deməli alfa 130'dur, beta 150'dir. Üçkünçlü oxdur. Onların deyirdik ki, üçkünçlü oxdakı təpə nöqtələrdəki bucaqların cəmi 360 eləməlidir. Bunlar 280 elədi. Yerdə qaldı 80 dərəcə. Deməli x 80 dərəcədir. M'imiz verilib. M'in açılışını açsaq 11A üstəgəl 11B olacaq. N'in açılışını açsaq 111A üstəgəl 111B olacaq. O da 11 bölü 11, 111. Bu şəkildə. Bölünəni 12 dəfə artırdıqda, böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Baxaq. Yazıram A bölünsün B bərabərdir C. Bölünəni 12 dəfə artırdıqda, yəni 12A. Böləni necə dəyişmək lazımdır ki, qismət, yəni buradan B bərabərdir A bölü C'dir da. 12A bölünsün. Qismət 3 dəfə azalsın. X bərabərdir C bölü 3'ə. Buradan da x'i tapsaq 12A'nı buna böləndə eləyir 12A'nın cebi 36 A bölünsün C. İndi əvvəl A bölü C idi. Olub 36 A bölü C. Neçə dəfə artırmaq lazımdır? 36 dəfə. Cavab oldu 36. Bunu ədədlərlə də yazmaq olar. Məsələn, bu qıraqdan yazıram. Tutaq ki, götürürəm 12 bölünsün 4 bərabərdir 3. Deyir, bölünəni 12 dəfə artırdıqda. Bölünəni 12 dəfə artırdıqda oldu 144. Qismət 3 dəfə azalsın. Qismət yəni olsun 1. 144'ü neçəyə böləndə 1 eləyir 144'ü. İndi əvvəl 4 idi, olub 144. Artım müşahidə olunub 36 dəfə. Sonra 43 nömrəli tapşırıqda 4'də 5, 4'də 1 üstə gəlinsin 5'də 1 üstə gəlinsin 6'da 1 bərabərdir A olarsa 4'də 5 üstə gəlinsin 5'də 6 üstə gəlinsin 6'da 7'ni x deyirəm. Və bunları tərəf-tərəfə çıxsaq, çünki çıxanda baxırıq ki, hər biri kəsir yox, tam ədəd olur. Tərəf-tərəfə çıxsaq, alacam ki, x minus A aşağıdan yuxarını çıxanda, bundan bunu çıxanda 1 eləyir. 1 üstəgəl 1 üstəgəl 1. X minus A bərabərdir 3S. Bizdən x'i soruşur 3 plus A. Cavab oldu C variantı. 44 nömrəli tapşırığa baxsaq, hər mərtəbəsində 4 mənzil olan 15 mərtəbəli binada 1 otaqlı, 2 otaqlı və 3 otaqlı mənzillər var. Hər 15 mərtəbəli binada hər mərtəbəsində 4 mənzil varsa, onda 15'i vururam 4'ə, elədi 60 mənzil. Diaqrama əsasən 2 otaqlı mənzillərin sayını tapın. Deməli, 60 mənzildir. 3 otaqlı bunun 30%'dir. Bir dəqiqə deməli 2 otaqlıya burada qalır 30 bura qalır 40%. Diaqrama əsasən 2 otaqlı mənzillərin sayını tapın. 2 otaqlı mənzillərin sayı 60 mənzilin 40%'i 2 otaqlıdır.
Bu da elədi 24 mənzil. 24 indi bizə deyir ki, diaqrama 2 otaqlı mənzillərin sayını tapın. 24'ü 2'ye bölünəm eləyir 12. 12 dənə 2 otaqlı mənzilimiz mövcuddur deməli. 12 dənə 2 otaqlı mənzilimiz var. Sualda nəsə hər mərtəbəsində 4 mənzil olan 15 mərtəbəli binada 1 otaqlı, 2 otaqlı və 3 otaqlı mənzillər var. Deməli 60'ın da 30% 3 otaqlıdırsa, deməli 18 dənə 60 mənzil var. 60 mənzilin 40% 2 otaqlıdır. 24 mənzil. 10 hər mərtəbəsində 24 mənzil 2 otaqlıdırsa, deməli burada növbəti sualımız deməli olur 45 nömrəli tapşırıq. Natural ədədin 2 sadə böləni və 6 sadə vuruğu var. 2 dənə sadə böləni varsa A, B. Deməli 6 sadə vuruğu olarsa, sadə vuruq bilirik ki, qüvvətlər cəmidir. A üstü 1, B üstü 5 ola bilər. A üstü 2, B üstü 4 ola bilər. A üstü 3, B üstü 3 ola bilər. Ən çoxu neçə natural böləni var? Ən çoxu burada deməli natural bölən sayı qüvvətlərin üstünə 1 gəlib vururduq. 3 plus 1 də 18 dənə. Ən çoxu burada alındı. Bu hallar var. Ən çoxu alınan hal deməli oldu 18 dənə. 46 nömrəli tapşırıqda nə deyir? AOD-nin, AOD buradır. AOD-nin COD-yə nisbəti, COD də buradır. 4'ün 1'ədir. Yəni bura 4K'dırsa bura K'dır. Sonra COY'nin BOY'yə nisbəti, COY'nin buranın BOY'yə nisbəti 1'in 4'ədir. Bura M deyirəmsə, burada 4M deyirəm. Bizdən soruşur, DOY bucağını tapın. Onda olur 5K açıq bucaq olduğuna görə 5M'imiz 180'dir. K plus M'imiz 36'dır. DOY bucağını soruşur. Elə K plus M cavab oldu 36. 47 nömrəli tapşırıqda BA-nın alt çoxluğudur. BA-nın alt çoxluğudur. MB'miz 8'ə bərabərdir. Və NA birləşir B. NA birləşir B 14'dür. NA fərq B-ni soruşur bizdən. Birləşməsi 14'dürsə, deməli NA-da elə 14 element var idi. Alt çoxluqların birləşməsi böyük olanın elementinin sayına bərabərdir. Burada da A fərq B-də elə 14'dən 8 çıxan elədi 6. Sonra 48 nömrəli tapşırıqda biz A-nı hesablasaq 5 üstə gəlinsin 1 tam 9'da 7. Elədi 6 tam 9'da 7. B-ni hesablasaq 6 tam 9'da 1 üstə gəl 9'da 6. Bu da elədi 6 tam 9'da 7. Bu A-nı B-yə böləndə 1 eləyir. 2'nin də üstünə 3 gələndə 5 eləyir. Cavab oldu 5. Növbəti sualımız AOB açıq bucağıdır. OY şüası AOC'nin yəni bura alfadırsa burada alfadır. OF şüası BOD'nin tənbölənidir. OF şüası. Bura betadırsa burada betadır. COD bucağı 50 dərəcədir. Bura 50 dərəcədir. Oldu 2 alfa plus 2 beta plus 50 bərabərdir 180'ə. Cəmi açıq bucaq olduğuna görə 2 alfa plus 2 beta bərabərdir 130'a. Alfa plus beta bərabərdir 65'ə. Bizdən soruşur Y, O, F'i soruşur. Baba buranı. Yəni 65'in də üstünə 50 gəlsə eləyir 115 dərəcə. Cavab oldu 115 dərəcə. 50-ci sualda ABC bucaq BCD 2-3 nisbətindədir. ABC buradır.
BCD buradır. Bura 2K'dırsa bura 3K'dır. CDY bucağı 120 dərəcədir. Bura 120 dərəcədir. BCD'ni tapın. Bunu buradan belə uzatsaq. Yəni 5K'nı içəridəkilərin cəmi çöldəkinə bərabərdir. K bərabərdir 24. Belə yazmaq olar. Amma ətraflı sual tipində belə olmaz. Buranı belə uzatdıq. Belə bu şəkildə. Burada 2K'dır. 2K'dır. 120'nin qonşusu 60'dır. Oldu 5K plus 60 bərabərdir 180'ə. K da bərabərdir 24'ə. Tapdıq. Bizdən soruşur. BCD'ni soruşur. BCD. O da 3K idi. O da elədi 72 dərəcə. 72 dərəcə. Cavab oldu 72. Deyir uzunluğu A olan parça 3 hissəyə bölünüb. Bura 1, bura 2, K, 2K, 3K. Birinci hissənin deməli 6K'mız A'ya bərabərdir. K'mız A bölü 6'dır. Birinci hissənin ortası ile üçüncü hissənin ortası arasındakı məsafənin. Birinci hissə K idi. Onun ortası eləyir A bölü 12. Üstə gəl. Burada da var. Baba bu 2A var. Yəni 2K var. A bölü 3 var. İkinci hissə 3K idi. 3 vur A bölü 6. A bölü 2. A bölü 2'nin ortası A bölü 4'dür. Bu da elədi. 12'də 8A. Bunu da ixtisar eləsək 2A bölünmüş 3. 52 nömrəli tapşırığa baxsaq. A'nı götürürəm 8K. B'ni götürürəm 3K. Əbu babimiz 8K. K'nı çıxarsaq eləyir elə K. Əkobumuz 24K bərabərdir. A plus B 8K plus 3K bərabərdir 56'ya. Bunu qarşıdan 56'ya. Bərabərdir yox, bağışlayın, üstə gəlinsin. Burada da alındı 25K bərabərdir 11K üstə gəl 56. 14K bərabərdir 56'ya. K bərabərdir 4'ə. Bizdən A vur B hasilini soruşur. A vur B hasili 24K kvadratıdır. O da elədir 24 vur 16. Bu da eləyir 24'ü 16'ya vuranda deməli vuraq 144 384. Cavab oldu 384. 53 nömrəli tapşırığa baxaq. 53 nömrəli tapşırıqda nə deyir bizə? Deyir ki 24 nəfərlik sinifdə 8 nəfər həm musiqi, həm şahmat. 8 nəfər 24 nəfərlikdir. Musiqi var. Şahmat var. Hər ikisi. 8 nəfəri. 10 nəfər isə getmir. 10 nəfər getmir. Yalnız musiqi dərnəyində iştirak edənlərin sayı. Yalnız şahmat dərnəyində iştirak edən. Yalnız deyəndə bilirik ki, bunların fərqidir. Musiqi, şahmat. Yalnız musiqi dərnəyində iştirak edənlərin sayı, yalnız şahmat dərnəyində iştirak edənlərin sayından 2. Yəni, bura 2x isə bura x-dir. Yalnız fərq deməkdir. Hər ikisinə gedən 8 nəfərdir. Onda bunların 10 nəfərdə getmir. 3x plus 8 bərabərdir 10 nəfər getmir. 24'dən 10 çıxsaq 14'ə. 3x bərabərdir 6'ya, x bərabərdir 2'yə. Deyir, indi şahmat dərnəyində iştirak edənlərin sayını tapın. Bura 2 idisə, şahmat oldu x plus 8, yəni 10 nəfər. Getdik. 54 nömrəli tapşırıqda nə deyir?
54 nömrəli tapşırıqda deyir. Sinifdə 25 şagirddən hər biri riyaziyyat və ya fizika dərnəklərinin yalnız birində iştirak edir. Yalnız 25 şagirddən hər biri riyaziyyat və ya fizika dərnəklərinin